Mən bullyingə məruz qalan şəxsəm. Mən bu ağrıları görən şəxsəm. Mən bunların hamısını sildim və kənara qoydum. Mən bunların hamısını bitirdim. Bir sual yaranır. Bu nitqi maraqlı eləyən nə idi? Obrazlı danışıq. Bir insanın nitqi nə qədər təmiz olursa olsun, təmizlənmiş olursa olsun, əgər orada obrazlı danışıq, emosional nitq və s. bunlar yoxdursa, o nitq quru və can sıxıcı olacaq. Buna əmin. Bu 100% belədir. Nümunələri var. Və bu 30 yaşında, 35 yaşında və daha artıqını, daha gecini öyrənilə bilən bir şey deyil. Mümkün deyil. Çox çətin. Bunun üçün uşaqlıqdan başlamaq lazım. 5 yaşında, 15 yaşına qədər açmışıq. Klubumuz var. Natiqlik klubu. 5 yaşından 15 yaşına qədər. Gəlirsiniz, həm emosional nitq, həm natiq kimi çıxış, həm musiqi ilə səsin açılması, milli vokal ifa olunması və s. Dərsi sərbəst danışacaq uşaq, fikrini sərbəst bildirəcək, müəllimlərlə problem olmayacaq, sinif yoldaşlarının arasında əminliklə parlayacaq. Yox, belə utancaq, sızqa bir uşaq gəlib bir şirə çevrilə bilər. Düzdürmü? Niyyətimiz budur, düzdürmü? Niyyətimiz tam olaraq budur, bəli.